Fevral 23-də Aynən TV-nin reportyoru Rasim Əliyevin ölüm faktı üzrə növbəti məhkəmə prosesi keçirilib. Bugünkü iclasda dövlət ittihamçısı Absalam Heydarov təqsirləndirilən şəxslərə iş istəyib. Dövlət ittihamçısı Elşən İsmailova və Arif Əliyevə 14 il azadlıqdan məhrum etmə cəzası, Camal Əliyevə 12 il və Kənan Mədətov və Samir Mustafayeva 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təşkil etdi və növbəti həftənin 1-ci ilə martın 1-də artıq digər, yəni həm bizim çıxışlar, eyni zamanda müdafiə tərəfindən çıxışları olacaq. Vəkil Fariz Namazlı məhkəmənin həkimlərlə bağlı vəsadətləri təmin etməməsindən narazılığını dilə gətirib. Təbii ki, ifadə edirəm ki, bu məhkəmənin marağında deyil. Məhkəmə sadəcə bu təqsirlənən şəxsləri məsləhətə cəlb edilməsi ilə bağlı məsələyə baxır və həkimlərlə bağlı yəni məsələ diqqətdən kənarda qalır. Yəni bu məsələ bu cür yozula bilməz ki, zərər çəkmiş tərəf bu həkimlərlə bağlı qərardan narazı qalmayıb, ona görə şikayət etmir. Yox, biz yəni şikayət vermişdik. Yəni məhkəmə iclasının hazırlıq iclasında biz vəsatət qaldırdıq ki, iş istintaqə qaytarılmalıdır. Çünki həkimlərlə bağlı məsələ öz həllini tapmayıb, amma məhkəmə həmin vəsatəti təmin etməmişdir. Rasim Əliyev ötən il Facebookda yazdığı statusuna görə futbolçu Cavid Hüseynovun yaxın qohumları Elşən İsmailov, eləcə də sonuncunun tanışları Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev tərəfindən qəddarcasına döyülüb. Kliniki tibbi mərkəzdə həkim nəzarətində olmasına baxmayaraq, Rasim Əliyev avqustun 9-da saat 5 radələrində vəfat edib. Jurnalistin valideynləri həkimlərin səhlənkarlığa yol verdiklərini iddia edir və onların da məsuliyyət cəlb olması tələb edirlər.